Herkese salamlar. Mən Reyzat müəllimi Qabil Abbasov. Bugün ODTK 10-cu sinif buraxılış sınavının həllinə baxacağıq. 16-11-2025 tarixində keçirilən sınavın həllinə baxacağıq. Gəlin başlayaq birinci sualdan. Yəni 31-ci sualda bizə deyilir. İlk olaraq sualımızı yazaq. Bizə verilir 2A çıxaq 3B bölək A üstə gəlib B bərabər nəyə? 5-də 2-yə. Bizdən soruşur A kvadrat çıxaq B kvadratı A üstə gəlib B-nin mürtəzə kvadratın həllini istəyir. İlk olaraq biz bunu sadələşdirsək, müxtəsər vurmadan istifadə edərək bunu açırıq. A çıxaq B A üstə gəlib B. Bunu da belə yaza bilərik. A üstə gəlib B, A üstə gəlib B. Buradan üstə gələklər getdi. Biri. Qaldı A çıxaq B bölək A üstə gəlib B. Bizdən soruşur bunu. Bu ifadəni almaq üçün bunun ifadəni, yuxarıdakı ifadəni sadələşdirsək, alırıq ki 2A çıxaq 3B vuraq 5 bərabərdir 2 vuraq A üstə gəlib B-yə. Buradan 10A çıxaq 15B bərabərdir 2A üstə gəlib 2B. Aları bir tərəfə yığsaq 10A çıxaq 2A 2B üstə gələk 15B. Bu da bərabərdir 8A bərabər neçə? 17B. Buradan hər tərəfi məsələn 8-ə bölüb yaza bilərik. Biz bunu yaza bilərik ki, hər tərəfi 8-ə vursaq 8A çıxaq 8B 8A üstə gələk 8B bərabərdir. 8A-nın 17B yazsaq 17B-dən 8B çıxanda qalır 9B. 17B-nin üstü 8B gələndə edir 25B. Belə getdi. Edir 25-də 9. Bu nə bərabər? Hər tərəfi 4-ə vursaq edir %36. Bu da edir 0,36. Dərəcə ölçüsü düz bucaqdan 2 dəfə. Düz bucaq bilir ki 90 dərəcədir. 2 dəfə 2 deyirsə bölü 2-yə bərabər 45 dərəcə. 45 tapdıq və bizdən nəyə soruşur? Bu 45-in nəyini soruşur? Qonşu bucağını. Qonşu bucağın cəmi neçə bərabər? 180-ə. 180 da 45 çıxırıq, bərabər 135 dərəcə. Bizə deyir A, B və C bir-birindən fərqli sadə ədədlərdir. A da, B də və C də sadədir, bir-birindən fərqlidir. AB hasili cüt bərabər cütə. A üstə C nəyə bərabər? Təkə. Şöyle ilk olaraq bizdən nə soruşur? B üstə gələk C-nin cəminin ən kiçik qiymətini soruşur. Şöyle cüt olması üçün bir ki sadə ədədlərin hamısı təkdir, tək ədədlərdir. Yeganə 2-dir ki, 2 cüt ədəddir. Demək bunun biri cütdür. Demək A cüt desək 2. B nə olur uşaqlar? C-miz cütdür. B nə verə bilərik? Ən azı 3. A-mız 2-dir. Tək olması üçün C-yə ən kiçik nə verə bilərik? 5. Sadə ədədlərdən gedir söhbət, fərqli. Bizdən də 3 üstə gəlib 5-i soruşur. Bu da neçə edir? 8. Ən kiçik qiymət nə oldu? 8. Buradan 3 çıxaq A. Bir ifadə. Keçdik 34-cü sual. 34-də bizə verilir A çıxaq 1-in kvadratı üstə gələk 2 vur A çıxaq 1, 3 çıxaq A üstə gələk A çıxaq 3-ün kvadratı. Şöyle fikir verirsiniz, birinci kvadratı üstə gələk birinci vuraq ikincinin hasilinin kimisi üstə gələk ikincinin kvadratı. Buradan A çıxaq 3-dür. Burada nədir? Üçümüz A-dır. Biz bunu A çıxaq 3 yaratmaq üçün yazırıq ki A çıxaq 1-in kvadratı üstə gələk 2 vur A çıxaq 1. Bunu yerini dəyişəndə ifadəmiz nə olur? Çıxaq. Toplamımız olur nə? Çıxaq. Çıxaq. Vuraq A çıxaq 3. Üstə gələk A üstə çıxaq 3-ün kvadratı. Bu nəyin açılışıdır? A çıxaq 1. Çıxaq A. Çıxaq 3-ün açılışı nə olur? Bu çıxma görə nə olur? Üstə gələk 3 kvadratı. A-lar getdi. Mənfi 1-in üstə 3 gəldi. Edir müsbət 2. 2-nin kvadratı nə elədi? 4. Cavabımız elədi 4. 35-ci sual. M üstə gələn çox ədədin dərəcəsini tapın. Bilir ki, dərəcəsi nə deməkdir? Çox ədədinin. Ən böyük bir ədədinin dərəcəsi həmin çox ədədin dərəcəsinə bərabərdir. Buradan toplasaq, fikir versək 3x üstü 5, y üstü 4
mənfi x üstü 5, y üstü 4. Bunlar toplamda əks işarə olduğuna görə bunlar ixtisar getdi. Cavabımız qalır 2 x üstü 4, y üstü 4. Üstə gələk 2 y üstü 6, üstə gələk 15. Bunun bu bir ədlin dərəcəsi 8, bu bir ədlin dərəcəsi edir 6. Ən böyük hansıdır? 8. Demək, çox ədlin dərəcəsi nə bərabərdir? 8-ə. 36-cı sual. Bizə deyir, eyni bir düz xətt üzərində olan nöqtələrin sayından asılı olaraq alınan şüaların sayı cədvəldə vermiş. Seni tapın. Bilirik ki, n sayda nöqtə varsa, 2n sayda şua var. Nöqtə sayı olduğuna görə 2a bərabərdir 12-yə, a tapdıq 6. 2b bərabərdir 8-ə. B bərabərdir 4-ə. Yerinə qoyursaq 2 vur 6, üstə gələk 3 vur 4 bərabərdir. 2b 8-ə xoş olur. 16-ya bərabərdir. B buradan 8-ə bərabərdir. 3 vur 8 bərabərdir. 2 16-ya vuranda 12, 3 8-ə vuranda 24. Topladıq neçə eləyir? 36. Bu nöqtə sayı 36-dırsa, C şüa sayı olduğuna görə 36-nı vururuq 2-yə, bərabər neçə? 72-yə. Ədəd oxunda 8,2 ədədindən sağda yerləşən ilk cüt ədədidir. Sağda dediyinə görə müsbət tərəfdə. 9, 10. Cüt ədəd dediyinə görə 10-u götürürük. İlk cüt ədəd 10-dur. 7,1 ədəddən solda yerləşən ilk tək natural ədəd. Sağ, solda yerləşir. Sol hansıda? Kiçik tərəf. Ən kiçik nədir? 7, 6. Tək dediyinə görə 7-ni götürdük. Bizdən deyək ki, neçə vaat böyükdür? Ondan da 7 çıxırıq, cavab tapırıq 3. 38-ci sual. Sualımız belədir. Biz ifadəni sadələşdirsək, orta məxrəc A üstə gələk 6 olduğundan A vuraq A üstə gələk 6, üstə gələk nə? 9. Bölək. Bir boşa yazı tərsinə yazsaq, A kvadrat çıxaq 9, A kvadratı üstə gələk 3A çıxaq 18 bərabərdir. Bu bizə verir A üstə gələk 3-ün mörtəzə kvadratı, bölək A üstə gələk 6, vuraq A çıxaq 3, A üstə gələk 3. Sürət bizə verir A çıxaq, A üstə gələk 6, A çıxaq 3-ün açılışı. Yəni, hasili mənfi 18, cəmi müsbət 3 eləyən ədədi yazdı. Gəlin ixtisar aparaq. Burada çıxaq 3-dən ixtisar getdi. A üstə gələk 6-da ixtisar getdi. A üstə gələk 3-dən bunun biri getdi. Gerdə qaldı A üstə gələk nə? 3. Doğru cavabımız oldu D variantı. Sonsuz dövrün kəskinində göstərin demək, sürəti bölük məxrəcə. 26 bölək 45. 26 bölməcən 0 tam. Bura 0 ardı. 260 içində 45, 5 dəfə eləyir 225. Çıxanda qalır 35. 35-i 45-ə bölmək olmur. Bura 0 ardıdır. 3 üzərin içində 45, 7 dəfə. Bu bizə eləyir 35, 28, 3. Çıxanda qalır 35. Eyni ədəd alınacaq. Demək, buradan təkrar alınacaq. Bu da bizə nə verir? 0 tam. 10-da 5, dövrdə 7. Doğru cavab C variantı. 40-cı sual. Məhsulun qiyməti əvvəl 20%, sonra isə yeni qiymət 10% azaltdıq. Tutaq ki, bizim məhsulun qiyməti 100 manatdır. 20% azaltdıq, 100-ün 20% eləyir 20. 20 manat azaltmışıq. Nə qədər oldu məhsulumuz? 80 manat. Sonra bu 80 manat, yeni qiyməti isə 10% azaltdıq. 80-ın 10% eləyir 8. 80-dən də 8 çıxdıq, qaldıq neçə? 72 manat. Məhsulun ikinci qiyməti neçə faiz azaldı? 100 manatdan 72 manata düşdü. Nə qədər azaldı? 28 manat. Bu neçə faiz eləyir? 28 faiz. 28, 100 neçə faizidir? 28 bölək 100, vuraq 100. Bu da bərabər neçə? 28 faiz. 41-ci sual. 41-ci sualımız belədir. Şəkil çəkək. Y, F, D, B, A, C.
Bizə verir AY YF bərabərdir. AY AF bərabərdir. ACB 54. Bura 54 dərəcədir. ADB nədir? 82 dərəcə. ADB. Bu neçə dərəcədir? 82 dərəcə. CB-ni tapın. CB-ni. Buranı soruşur uşaqlar. X-i. Şöyle bilirik ki, o necə tapaq? Bax, X soruşur. 82 necədir? A bucağına, bu bucaqla, alfa bucağından 54'ün daxili bucağın qonşu bucağın xarici bucağıdır. Bilirik ki, xassəmiz A üstə gələk 54 bərabər neçəyə? 82 dərəcə. Buradan alfa bərabər neçə? 28 dərəcə. Təpə bucağı 28 dərəcə olan bərabərin uç bucaqlarını tapanda, bura beta desək, bura beta desək. 2 beta üstə gələk 28 bərabərdir 180 dərəcə. 2 beta bərabərdir 152. Beta bərabərdir 76 dərəcə. Beta nədir uşaqlar? Bu beta nəyə bərabərdir? 54 üstə gələk x-ə. 2 daxili bucağın cəminə bərabərdir. Xarici bucaq olduğuna görə. Bunun da beta 76 bərabərdir 54 üstə gələk x-ə. X də bərabərdir 76 çıx 54. X də bərabərdir 22 dərəcə. Qəşəng sualdır. 42-ci sual. Hündürlüyü 6,3 cm bərabər təfriş bucağın perimetrini soruşur. Bərabər təfriş bucaqda bilir ki, hündürlük, median və tənbölən nəyə bərabərdir? Tərəfin kötü ölçümünün yarısına. Buradan 6,3 bərabərdir. A kötü bölək 2. Kötü buradan ixtisar getdi. A bərabər neçə? 12-yə. Perimetrdə 3A olduğundan 3 vuraq 12 bərabər neçə? 36. Qırıq 3-cü sual. Bizə verir A, B çoxluqlarına. Tutaq ki, Venn diaqramı çəksək. A çoxluğu, B çoxluğu. B nəyin? A-nın nəyidir? A çoxluğu. ENA 5-dirsə, ENA ümumi bura 5 dərəcəsi. MB 4 olarsa, MBA fərqini soruşur. Yəni buranın x-i. Uşaqlar, A çoxluğu olduğuna görə, B-nin A çoxluğu olduğuna görə, B həm də nədədir? A-dadır. A-ya aiddir elementlərin sayı. MB-miz 4-dürsə, uşaqlar, biz bura 4 deyə bilərik də. Kəsişməsinə 4 deyə bilərik. A-mızın da bu hissəsinə qalır 1. Çünki nə qədər vermişdi? 5 dənə. Bu x-i nə verə bilərik? 0. 0 olanda bizə öldürür də uşaqlar. Ən az dediyinə görə fərqin ola bilər 0. Kəsişməsi A çoxluq olduğuna görə bu şərtə görə deyə bilərik ki, MB-A fərqi nəyə bərabərdir? 0-a. Perimetr 35, ABC 3 BT tənbölən. Bura tənbölən olduğundan AB-miz neçədir? 12. AT-miz neçədir? 8. Tənbölən xassəsindən deyə bilərik ki, 12 bölək 8-in nisbəti BC-nin TC-yə nisbəti. Buradan deyə bilərik ki, hər tərəf 4-ə ixtisar gedəndə burada qaldı 3, burada qaldı 2. BC 3x, TC nə deyə bilərik? 2x. Perimetri nə vermişdi? 12 üstə gələk 8 üstə gələk 5x bərabər neçə? 35-ə. 5x bərabərdir 15-ə. X bərabər nəyə? 3-ə. Bizdən də AC soruşduğuna görə AC də bərabər 8 üstə gələk 2x bərabərdir 8 üstə gələk 2 vur 3. 2 3-ə vuranda 6 üstə 80-də neçə eləyir? 14. Doğru cavabımız elədir 14. 45-ci sual. Bu ifadədən bizə verir A kvadratı üstə gələk AB bərabər nəyə? 17-yə. Bizdən soruşur A çıxaq 2C, A üstə gələk B, üstə gələk 2C, A üstə gələk B, üstə gələk nə? B bərabərdir. Uşaqlar, ortaq vuruq olduğuna görə bunu ortaq vuruq kimi çıxarsaq, geridə nə qalır? A çıxaq 2C, üstə gələk 2C, üstə gələk nə? Bir də B bərabərdir. Bu eləyir A üstə gələk B vuraq 2C-lər getdi A, üstə gələk nəyə? B-yə. Bu nə deməkdir?
A vuraq A üstəgələ B. Nə bərabərdir? 17-yə. Şöyle bu 17'ye bərabərdirsə B-ni tapmalıyıq. B necə tapaq? B-ni buradan tapmalıyıq. Bax fikir versiniz 17 necə ədəddir? Sadə ədəd. Bu da 2 faydan vurğu kimi verir də. Bu necə yaza bilərik? Sadə ədəd. Biri vurğuların biri 1-dir, biri özü də 17-dir. Deməli buradan A 1-ə, cəmi isə 17-yə bərabərdir. Yerinə qoysaq 1 üstəgələ B bərabərdir 17-yə. B bərabərdir neçə? 16-ya. Yəni 17 üstəgələk 16 bərabər neçə? 33-ə. Qırıq 6-cı sual. Bizə verir cədvəldə 5 nəfərdən ibarət turist qrupunda olan turistlərin boyların uzunluğu və saylar haqqında məlumat verilmişdir. Qrupdakı turistlərin boyların uzunluqlarının ədədinin ortasını tapın. Ədəd ortanı soruşulur. Ədəd orta nə idi? Verilən ədədlərin cəmi bölək onların sayına. Yəni 165 vuraq 1 dənə olduğuna görə. 168 bir dənə olduğuna görə. 172 dənə olduğuna görə 172 vuraq 2 neçə elədi? 344. Üstəgələk 344. Üstəgələk 173. Bölək nəyinə? Sayına 1, 2, 2 də burada 4, bir də burada 5. Bərabərdir. Toplasaq 5, 8, 13, 17, 20. 0 yazaq 2 yadda. 6, 6, 12, 16, 23, 2 yaddaydı. 25. 5 yazaq 2 yadda. 4, 1, 2, 5, 6, 2 yaddaydı. 8. 850 bölək 5 bərabər neçə? 170'ə. 47-ci sual. Neçə rəqəmli ədəddir? İlk olaraq biz bunu sadələşdirsək. 8 nə deməkdir? 2-nin kubu üstü 12 vuraq. 25 nə deməkdir? 5-in kvadratı üstü 15 bərabərdir. Bu elə 2 üstü 36 vuraq 5 üstü 30 bərabərdir. Buradan 2 üstü 30 vuraq 5 üstü 30 vuraq 2 üstü 6 kimi yazsaq. Qüvvətlər eyni olduğuna görə əsasları bir-birinə vura bilərik. Yəni 2 vur 5 üstü 30 vuraq 2 üstü 6 bərabərdir. Bu eləyir 2 üstü 6'mız eləyir 64 vuraq 10 üstü 30. Neçə dənə 0 var? 30 dənə. 2 dənə də bu eləyir neçə rəqəm eləyir? 30 üstə gələ 2 bərabərdir 32. 32 rəqəmli ədəddir. 48-ci sual. X, Y və Z ədədləri üçün sadə ədədlər dediyinə görə X çıxaq Y bərabər 1 verdiyinə görə bilir ki, hansı sadə ədəddən fərqi 1-ə bərabərdir? 2 3-ün. Y2, X 3. Və yerinə qoysaq 3 vur 2 vur Z bərabər 78-ə. Z də bərabərdir 78 bölək 6 bərabərdirsə 13'ə. Bizdən soruşur X 3 üstə gələk 2 vur. Y-imiz neçədir? 2 üstə gələk 13. 4, 17 üstün üçgəndə neçə edir? 20. Cavabımız neçə elədi? 20. 49-cu sual. Bizə verir ABC bərabərlik bucağında. ABC. Bura bərabərdir. BD AB perpendikulardır. Qəşəng. ADB 60 dərəcə. Bura 60 dərəcədirsə, bilir ki, bura neçədir? 30 dərəcə. 90 dərəcədən çıxdıq. Bərabərliyin olduğuna görə burada 30 dərəcədir. Uşaqlar. 1, 2, 2 daxili bucaq, digər xarici bucağa bərabər. Bura neçədir? 30 dərəcə. Deməli, bura ilə də bura bərabərdir. Uşaqlar, biz bura x desək, o sözdən qarşısındakı katet, digər katetin nəyə bərabərdir? Kökdə 2 misinə. Bura nə eləyir? 2x. Bura nədir? 2x kökdə 3. Haradan tapdıq? 60 dərəcənin qarşısındakı katetə görə. Bura 2x kökdə 3'də, bura nədir? 2x kökdə 3. DC-miz neçədir? DC-ni tapdıq. BD ilə DC bir-birinə bərabər tapdıq. Bərabər yanlı olduğuna görə DC də x-dir. Bizdən nə soruşur? A, B-nin C, D-yə nisbəti. AB-miz neçədir? X kökdə 3. CD-miz neçədir? X. X-lər getdi, qaldı nə? Kökdə 3. Nisbətini tapdıq. Nə elədi? Kökdə 3. 50-ci sual. Deyir, ABC tutacağında A və C təpələrindən çəkilən medianlar qarşılıqlı perpendikulardır.
Uyğun olaraq 9, 12 olarsa bu üçüncünü tapın. Yəni AN və SK 9, 12-dirsə. Uşaqlar bilir ki 3 2 nisbətindədir. A10-u tapa bilsək, yəni 3x bərabər 9, x bərabər nə 3-ə? 2-yə vursaq nə eləyir? 6. Deməli A10-umuz neçədir? 6. C10-umuz neçədir? 12 3-ə böləndə 4, 4-ü 2-yə vuranda eləyir 8. 2-1 nisbətində bölünə görə təpədən çıxan 2-1 nisbətində meydana. Uşaqlar, meydanların kəsişmə nöqtəsi o nöqtəsi olduğundan deyə bilərik ki, B-dən çəkilən n parçası da mediandır. Bir median olduğuna görə deməli o n də mediandır. O n nəyin medianıdır? A üçbucaq AOC-nin nəyin medianıdır? Bilir ki, AOC nədir? Düzbucaqlı. Düzbucaqlının medianı nə bərabərdir? Düz təpəsindən hipotenuza çəkilən median nəyə bərabərdir? Hipotenuzun yarısına bərabərdir. Hipotenuzu necə tapar? Pifaqor teoreminə görə AC-nin kvadrat bərabərdir 6-nın kvadratı üstə 8-in kvadrat. Buradan AC bərabər nəyə? 10-a. 10 tapdığına görə median olduğundan bura 5, bura 5. Yarıya bölündü. Deməli 10 nəymiş? 5. 15 olduğuna görə bilirik ki, B-in nəyə bərabərdir? 3x bölü 2 nisbətini böldüyünə görə bura 5 isə bura neçədir? 10. BO nədir? Yəni BO üstə gələ ON. 10 üstə gələ 5 bərabərdir 15-ə. Doğru cavabımız nə oldu? 15. 51-ci sual. Deyək, sinifdəki şagirdlərin 40% alman, 80% ingilis dilini öyrənir. Hər iki xarici dili öyrənən şagirdlərin sayı 5 nəfər olarsa, sinifdə neçə şagird olduğunu tapın. Uşaqlar, tutaq ki, ümumi x şagirdimiz var. Bunun alman x-in 40% eləyir 0,4x. İngilis eləyir 0,8x. Hər iki xarici dili öyrənən şagirdlər, yəni n a kəskin i bərabər neçə? 5-ə. Neçə şagird olduğunu tapın. İkisi soruşur. Uşaqlar, buna tapanda Venn diaqramı çəksək, bura alman, bura ingilis. Hər iki dil bilən bura 5-də. Ümumi nə qədər alman var idi? 0,4. Buranı tapanda nə tapırıq? 0,4x çıxaq 5. Yəni orta olanlar çıxdıq, bir hissəsini tapdı, fərqli olanı. Bura nə qədər olur? 0,8x çıxaq 5. Və bu üçünün cəmi bizə nə verir? Ümumi şagirdlərin sayı x-i. Yəni 0,4x çıxaq 5. Üstə gələ bu 5 kəsişməsi. Üstə gələ 0,8x çıxaq 5 bərabər nə? Ümumi şagirdlərin sayı x. 5-dən biri getdi. Qaldı 1 tam onda 2x çıxaq 5 bərabər nə? X-ə. Buradan 0,2x bərabərdir 5-ə. X də bərabər neçə? 25-ə. Cavabımız oldu nə? 25. 52-ci sual. Bilir ki, x kvadratı çıxaq 5x üstə gələ 6 bərabər nə? X çıxaq 3 vur x çıxaq a. Bunu sadələşdirsək, hasılə 6 cəmi -5 ilə hansıdır? X çıxaq 2, x çıxaq 3. Bərabər nəyə? X çıxaq 3-ə, x çıxaq a-ya. Buradan görünür ki, a nəyə bərabərdir? 2-yə. Yerinə qoysaq, x kvadrat çıxaq 2x çıxaq 15 bərabərdir. X çıxaq 5, vuraq x çıxaq b-yə. Bunun açılışını bilirik ki, vuruqların 1 2 çıxaq 5 olduğundan yazırıq ki, x çıxaq 5. Digər nədir? X üstə gələk 3. -5 müsbət çovran edir -15, cəmin edir -2. Bərabərdir buna. Buradan 5-lər getdi. Qaldı x üstə gələ 3 bərabərdir x çıxaq b-yə. X-lər getdi. B bərabər nəyə? -3-ə. Bizə nə soruşur? B-ni. Bu nəyə bərabərdir? -3-ə. 53-cü sual. 53-cü sualımız belədir. Uşaqlar, A-nın vuruqlarına ayıranda eləyir 2, 2x çıxaq 3, 2x üstə gələk 3. C-nin vuruqları ayıranda bizə verir x minus 3, x plus 4. Deməli, x çıxaq fərqli yerləri verilirsə, demək kəsişmə yerləri nədir? Bura nə oldu? 2x üstə gələk 3. Bura nə oldu? X plus 4.
Bizdən B çoxluğunun soruşduğuna görə B nə bərabərdir? 2x üstə gələ 3. Vuraq x plus 1. Vuraq x plus 4. Sonra birinci həll qaydamız bu da nəyə bərabərdir? Ax kubu üstə gələ bx kvadratı cx üstə gələ d. Bizə nə soruşur? A üstə gələ b üstə gələ c üstə gələ d. Birinci həll yolumuz budur ki, bizdən əmsallar cəmi soruşur da. Çoxadlı əmsallar cəmini necə tapırdıq? X-in yerinə 1 verib hesablayırdıq. Yəni x 1 olduqda əmsallar cəmini tapırıq. Yəni bizdə nə soruşur? B çoxluğunda B1-i. B1-i tapanda uşaqlar 2 vur 1 üstə gələ 3. 1 üstə gələ 1. 1 üstə gələ 4. Bu da bizə nə edir? 5. 2'ye vuranda 10. 5'e vuranda 50. Bu birinci həll yolumuz. İkinci həll yolumuz isə nəyə bərabərdir? Bunu vurub açıb əmsallar bərabərləşdirsək. Bizə verir 2x üstə gələ 3. Bunu vuranda x kvadrat üstə gələ 5x üstə gələ 4 bərabərdir. Vurub açsaq 2x kubu üstə gələ 10x kvadratı üstə gələ 8x üstə gələ 3x kvadratı üstə gələk 15x üstə gələk 12. Bu bizə verir 2x kubu 13x kvadratı üstə gələk 23x üstə gələk 12. Bizdən əmsallar cəmi soruşduğundan 2 üstə gələk 13 üstə gələk 23 üstə gələk 12. 13-ün üstə 23 gələndə 36, 2 üstə 12 gələndə 14. Bərabər nəyə? 50-yə. Bu da ikinci həll yolumuz. Hər ikisindən də 50 tapdıq. 54-cü sual. 54-cü sualın cavabı belədir. Perpendikular. Bu üçün cəmi 1-2-360 dərəcə bərabər. Digər həll yolu isə belədir. Bu xətti uzatsaq, perpendikular olduğundan burada perpendikulardır. 1-2 bura 60 dərəcə, bura nədir? 30 dərəcə. 1-2x üstə gələk 10 üstə gələk 30 bərabərdir 180-a. Deyəcək, daxili bucaqların cəmliyə bərabərdir. 90 üstə gələk 60 bərabərdir 2x üstə gələk 10-a. Bu ikinci həll yolu. Üçüncü həll yolu isə bu üçünün cəmi bərabər 360-a. 3 dənə bucaq olduğunu 1, 2, 3. Buradan hər iki yolunu tapırıq ki, 2x üstə gələk 140-a, x də bərabərdir 70-ə. Demək x-imiz nədir? 70 dərəcə. 55-ci sual. Bu nisbətləri hər hansı bərabər bir qayda desək, A-mız bərabərdir 5K, B-miz bərabərdir 4K, C-miz bərabərdir 7K-ya. Və yerinə qoysaq 2 vur 25K kvadratı üstə gələk 16K kvadratı üstə gələk 49K kvadratı bərabər 460-a. 50, 16, 66, 66'nın üstə 49 can verir 115K kvadrat bərabər 460'a. K kvadrat bərabər 4'ə, K da bərabərdir 2'yə. Müsbət ədəd dediyinə görə biz müsbətini götürdük. K müsbət qiymətini götürdük. Bu bizə verir 10, 8, C-miz nədir? 14. Bizdən soruşur 2 vur 10 üstə gələk 3 vur 8 üstə gələk 4 vur 14 bərabərdir. 20 üstə gələk 24 üstə gələk 56. 44 56 gələndə 100. Cavabımız nədir? 100. Bu qədər uşaqlar. Sağ olun, salamat qalın.